What's up people? Короче, yenə mən Alien. Deməli bu gün qayıdıram axşam. Даже əşyalarımı topladım, qayıdıram Bakıya, Türkiyədən. Axırıncı, yəni turist skate çəkirəm. İlk nə elədik? Mən təxminən 1 aydan çoxdur Türkiyədəyəm. 24-ü gəlmişəm. Bu gün 4-üdür. Bu 1 ay içində nələr elədik? Toplam 70.000 TL falan pulla gəldim bura ümumi şirkət açmaq üçün və sairə və sairə. Hər şey minimum şəkildə eləməyə və yaşamağıma falan filan. Yəni 70.000 TL pulla gəldik, şirkət açdıq. 100-150 dənə stok mal aldıq. Yəni batsaydıq birbaşa batacaqdıq. Bütün nə pulumuz var ona gəlmişdik. Və hal-hazırda ilk brenddən 1 ay içərisində 11 gün reklama çıxmamışıq. 5 gün orqanik satmışıq. Yəni toplam 16 günü reklamsız satmışıq və təzə başlayanda içəriklər yükləyib orqanik satmışıq. Və 14 günü reklamla birlikdə obşi bu günə qədər, ayın 4-ünə qədər 400.000 TL-lik satış elədik. Seçdiyimiz bir niş istəyirik ki, daimi sataq. Yəni deyim ki, sizə həmən bir dənə məhsul çıxartdım, satdım. O məhsul qurtardı, o nişlə qurtardım. Yox. Konkret olaraq girdim bir nişə, nə deyək, yəni məsələn içki nişinə girdim, kolam var burada. İçki nişinə girdim. Əgər mən bu içki nişini satıramsa, bu bəyənilməyəndə kola yox, Fanta satmalıyam. Fanta bəyənilməyəndə Bizon satmalıyam. Bizon bəyənilməyəndə Red Bull satmalıyam. Baxın, belə-belə o nişdən çəkilmədən getməliyəm. Məhsul ölə bilər, amma niş heç vaxt ölmür dostlar. Bunu yadınızda saxlayın. İnşallah gedək çataq Bakıya. Hər şey daha yaxşı olacaq. Təbii ki, buranın satış həcmindən Bakıda daha yaxşı davam olur. Mən dediyim kimi, mənim üçün burada əsas vacib olan 1 milyon, 5 milyon, 10 milyon TL'lik satışlar falan deyil. Mənə vacib olan burada mən bu işdən nə qədər karla çıxmışam. Nə qədər ROAS-ımı qaldıra bilmişəm. Yəni minimum neçə ROAS-la satmışam. İşimi nə qədər optimizasiya etmişəm. Aha, baxın satış gəldi. Bilmirəm eşitdiniz. Yəni işimi nə qədər optimizasiya eləmişəm, eləməmişəm. Yəni mənim üçün əsas budur. Mən bu işin başında nə qədər qalıram. Hal-hazırda mən elə bir sistem qurmuşam ki, yəni o sistemdə mən ancaq belə ciddi məsələlərə baxıram. Mal axtarmaq, açot-uçot məsələlərinə, yəni ümumi gedən bir prosesə mənə kimsə açot verir, yəni deyir bu belə oldu, bu belə oldu. Mən baxıram, daha da yeniləməyə çalışıram, daha yeni məhsullar, kreativ falan. Yəni mən daha çox kreativə odaqlanıram. Mən sizə də məsləhət görürəm ki, daha çox kreativə odaqlanın. Mən də çalışdığım qədər telefonla çəkməyi xoşlamırdım. Ona görə mən bu DJI-yi aldım. İndi çalışdığım qədər hər yerdə belə minimum belə videolar çəkib sizin üçün YouTube-a atacağam. Yəni yenə mənim üçün fərqi yoxdur. 50 izlənsin, 100 izlənsin, 1000 izlənsin, lap 100 min izlənsin. Yəni onun mənim üçün önəmi yoxdur. Mənim üçün əsas olan burada nədir? Mənim üçün əsas olan burada özümə bir həyat hekayəsi yaratmaqdır. Bu həyat hekayəsi nədən ibarət olacaq? Mən hal-hazırda nəyəm? Nə edirəm? Keçmişimlə bağlı çox şey çəkə bilməmişəm, amma çalışacağam keçmişimi də sizə biraz göstərə bilim. Keçmişimlə bağlı şeylər çəkmişəm, onu sadəcə içerik olaraq çəkə bilməmişəm. Yəni mən çox çətin biraz keçmişim var həqiqətən. Yəni mənim bir belə deyim sizə, bu yerlərə gəlmək üçün çəkdiyim əziyyət daha çoxdur. Büdcə yığmaq falan filan, plus Qasanın da keçdiyi çətin yollar var. Yəni biz Qasanla ortaq olanda mən Moskvadan gəldim Bakıya. Moskvada işləyirdim. Qasanla bir yerdə ikimiz də işdən çıxdıq. Mən əslində Dubaya getməli idim. Dubaydan iş təklifim var idi və biraz Dubayda yaşamışam mən. Və Qasanla biz bir yerdə çıxdıq işdən. Nə pulumuz var, nəyimiz yox, qoyduq bu işimizə Shopify-a və 14-15 dəfə hardasa batmışıq, amma yenə o batışdan çıxmışıq. Heç nə dostlar, gedim Bakıya inşallah. Sizin üçün qəşəng içəriklər çəkəcəm.